Qənnatçılardan öyrəndiyim daha bir resepti sizinlə bölüşürəm. Bu dəfə paxlavanın üzərinin parıltısını və gözəl rəngini necə əldə edəcəyimizi göstərəcəm. Əvvəlcə xəmir hazırlayırıq. Burada önəmli sirlərdən biri xəmiri yoğurub 10 dəqiqə gözlətdikdən sonra yenidən yoğurmaqdır. Bu üsulla inanılmaz elastik və gözəl xəmir əldə edəcəksiniz. Hazırladığımız xəmiri 45 dəqiqə müddətində mayalanmağa qoyuruq. Bu arada qeyd edim ki, ərzaqlarımı hər zaman olduğu kimi al-marketlərdən alıram. Çünki burada qiymətlər həmişə münasibdir. Ramazan bayramına isə özəl endirimlər olur. Mayalanan xəmiri qramlara bölüb gündələyirik. Xəmiri yayıb düzürük, amma ən alt və ən üst qatların arasına içlik qoymuruq ki, bişəndə içlik çölə çıxmasın və qatlar daha gözəl alınsın. Soyuducuda 1 saat gözlədirik, sonra doğrayıb üzərinə sarı və narıncı rəng qarışımı çəkirik, qozları düzürük, 150 dərəcədə sobanın ən alt gözündə bişiririk. 1-5 dəqiqə tutuşsun, sonra götürüb üzərinə yağ gəzdiririk. Şərbəti isə ən yaxşısı bir gün əvvəldən hazırlayıb saxlamaqdır. Bişən paxlavanın üzərinə soyuq şərbəti tökürük və ən azı 3-4 saat gözlədirik. Daha sonra şərbətdən 2 qaşıq götürüb qlükoza ilə qarışdırıb üzərinə çəkirik.